Hamınızı salamlayıram dostlar. Belə bir effektlə qarşınızdayam. Necəsinə var, nə yox, ilk öncə soruşum. Eee, Dostlar, belə bir filtrə ilə, effektlə qarşınızdayam. Yəni kadromuzu özümüz bir sözlə, yəni öz komandamızın öz meneceri oluruq və hər mövqedə 3 dənə oyunçu gəlir qabağımıza. O oyunçuları seçib yaxşı bir, qəşəng bir ilk 11 qurmağa çalışacağıq. Getdik 4-2-2 4-1 4-4-1-1 4-2-3-1. Məncə 4-2-3-1 ilə başlayaq da getdik. İndi hansını istəsək onun üstə basırıq, oradan 3 dənə oyuncu verir. İlk öncə qapıçıdan başlayaq, sonra hücumçu, sonra da belə gedək də. Görək hansı qapıçılar gələcək. Ən yaxşısını seçib kadromuza qoyuruq. Petr Cech, yəni mən reytinqini görə eləsəm, təbii ki də seçərdim. Yəni indi reytinqə görə yox. Yəni yaxşılıq oynayışlarına görə, güclərinə görə, bazarlıqlar falan hər şeylərinə görə doğrusu. Hansı yaxşı olubsa, ən yaxşı ilk 11-i qururuq. Petr Cech, Donnarumma, Ederson. Donnarumma, Ederson yaxşı olar, yaxşı qapıcılar, amma Petr Cech'in yanında işlədilər. Təbii ki, Petr Cech. İndi isə striker, hücumçu müəyyənləşdirəcəyik. Samuel Eto'o, Didier Drogba, Wayne Rooney. Oyda. Məncə Didier Drogba. Amma onlar da yaxşıdır. Rooney ilə Eto'o da yaxşıdır. Nə məncə Drogba. Sidiyə burada Michael Essien var, Rijkaard təbii ki də, Ramirez var, o heç. Rijkaard'ı götürək. Sabek. Sabek. Birləşdirək. Filip Lam, Zambrotta, Jesus Navas. Təbii ki də Filip Lam götürürük. Buradan orta saha. Sağ orta sahanı seçdik. Yox, kimlər gələcək? Hacı, Kaka, Bobby Charlton. Açıq yəni belə düz danışaq. Yəni mən Bobby Charlton'u izləməmişəm. Kaka'nı izləmişəm. Kaka yaxşı dəqiqədən. Bir də Hacı'nı da izləmişəm. Amma nə bilməm, məni qınayaq deyə, nə bilim, bəlkə izləsəydim, məni gördü Bobby Charlton yaxşı olardı. Həm də reyting baxımından da yüksəkdir. Həm də çoxsu Bobby Charlton deyir deyə bizi Bobby Charlton götürəydin. İnşallah orada Kakazad gələr, onu seçərik. De gəldi. Hələ Hacı da gəldi yanına. Brandt get də oradan. Yəni sən bunların yanında dayanma. Brandtı çıxartdıq. Bizim gözümüz Kaka ilə Hacıya baxmalıyıq. Kaka, Hacı. Kaka. Kakanı seçək. Və bir dənə müdafiəçini müəyyənləşdirək. Oy. Əfsanəvi müdafiə üçlüyü. Əfsanəvi üçlük. Center back. Gəlin indi buradan. Müdafiəçi seçdi qaqaş. Ferdinand yaxşıydı. Blans. Amma Nesta seçək də. Mənə görə Nesta. Siz də qurarsınız, siz asılar seçərsiniz, onlar da yazarsınız. Hacı yenə gəldi. Hacı deyə məni seçməsəm mən gedən də öləm. Okocha da gəlib. Okocha oydu. Okocha da yaxşıydı. Okocha da həqiqətən yaxşıydı. Okocha'nın çalımları falan yaxşıydı. Hətta Okocha'nı Ronaldinho ilə yarışdırırlar, daha üstün tutulur. Amma mənə görə Okocha xeyr, Ronaldinho'nun üstün deyil. Amma bunların yanında nə bileyim, Zico'nun da heç maçını izləməmişəm, oyunlarını izləməmişəm. Belə danışaq, düzdür danışaq. Hacı ilə izləmişəm. Hacı əfsanə idi də, o Galatasarayın döyünən ürəyidir, yaxşı oyuncudur. Hacı'nı götürək də. Tokumuz xalız ikonlarla oldu. Sol bek. Sol bekə baxaq. Bak. Kaptı və təbii ki də Ashley Cole. Düşünmə ehtiyacı belə yoxdur yəni. Ashley Cole.
defansiv orta saha. 3 tane defansiv orta saha çıxdı. Və üçü də bir-birindən yaxşı. Rodri. Keçən il 2 Ballon d'Or'un sahibi Rodri. Declan Rice. Bir oyunluq çıxış eləyib. Real free kickdən qollar atıb. Sonra mən onun adını görmədim ki, Declan Rice getsin, nə bilim, o komandanı da alsın, bu komandanı da alsın. Bir oyunluğunu mənə görə o Real'da atdı da, yəni. Yaxşı idi. Bir oyunluq heç. Mən bir oyunluq heç götürməm. N'Golo Kante'də ki, Kante'yə başı oynayır. Kante'də heç xəbərim yoxdur. Bir də bildim 2038 Dünya Kupasını qazanıb ki, yoxu çıxdı yox. Kante oynuyordu oradan. Şeye gidip de Al-Ittihad'a girmişti. Deyirsən oraya gidip. İndi düşdü yadıma. Yine de Rodri'ni seçəydi, nə bilim. Yine de Rodri. 95'li Rodri'ni götürdü və Lucio da yaxşıydı. Brazilian müdafiəçisi Lucio. Vidic. Manchester United'ın müdafiəçisi Vidic. O da yaxşıydı. Hierro. Real Madrid'in müdafiəçisi Hierro. Luciano qoyaq bir kənara. Luciano olsa seçməyəcəm. Mənim gözüm Vidic'lə, yəni Vidic'lə Hierro'ya baxaram. Vidic yoxsa Hierro. Vidic yoxsa Hierro. Vidic, mənə görə Vidic. Niyə Vidic olmasın Vidic? Takım reytingimiz çox zəif oldu ya, takım reyting 987. Mən belə takım qurdum, amma reyting baxımından azları da seçdim. Çünki mən istədiyim, yəni onlar güclü olanları seçdim. Yəni ən çox reytingi seçsəydim dəqiqə. Ən çox rekorum 1.23'dü. Yəni o TikTok'dan oradan baxa bilərsiniz. Seçsəydim şey ola, bu nədir? Seçsəydim yəni ən çox yəni eləyə bilərdim. Yəni burada oynayışlar kimlər güclüdür, onları götürdüm. Mənim ilk 11'im belə oldu dostlar. Siz olsanız necə eləyərdiniz ilk 11'inizi, necə qurardınız? Şərhlər bölməsində hər bir fikrinizi dostlar bölüşməyi unutmayın. Məndən bu qədər dostlar. Sağ olun, salamat qalın. Gəlir videoda görüşəndə.